Salam dəyərli TikTok, YouTube və Instagram telekanalımın izləyiciləri. Hər birinizi salamlayıram. Bugün yenə də mən bürclərdən danışacağım. Sizinlə mən Lara. Bugün mən may ayının 1-i üçün oxuyacağım bürcləri. May ayının 1-dən ayın sonuna qədər olan ikizlər bürcünü, sevimli, həssas, biraz da panik atak olan ikizlər bürcü üçün. İkizlər bürcünü mayın 1-dən 7 iyuna qədər Venera həyatınızdadır. Venera gözəllikdir, Venera dəyişiklikdir, yaxşıya doğru. Venera odur. Hansısa plastik əməliyyatlar keçirə bilərsiniz, hansısa məsəl üçün saç boyası, saç stilini dəyişə bilərsiniz, geyim və yaxud bəzi ikizlər bürcləri var, onlar evi təmir edəcəklər, dizaynı dəyişəcəklər, yenilik özləri üçün, öz keyfləri üçün, öz zövqlərinə uyğun və öz rahatçılıqları üçün. Ümumiyyətcə Venera həyatımıza girəndə burada xoşbəxtçilikdən gedir söhbət, rahat həyatdan və bu da dediyim kimi iyunun 7-sinə qədər davam edəcək zaten. Sizdə yetərincə zamanımız var. Çoxlu pul, məbləğ, iş, doxod görsənir. Kimləsə tanışlıq ola bilər, kimlənsə tanış ola bilərsiniz və bu sizin həyatınızı bir an içində dəyişə bilər. Bəzi ikizlər var, məsələn, sevgi tapılacaq, sevgilisini öz yarını tapacaq, sevgi, məhəbbət. Bəziləri iş tapacaqlar, o işə vurğun olacaqlar, işlərini sevəcəklər. 4 mayda əsasən Pluton gəlir ikizlər bürcünün həyatında. Burada sağlıq, sağlamlıq əsas rol oynayır. Burada yəni deyim ki, plastik əməliyyat ola bilər, diş təmiri ola bilər. Burada kimsə ən böyük əsas cərrahi əməliyyat ola bilər. Bunlar sizin üçün uğurlu olacaq. Retrogradativ də sizdə dediyim kimi 30 il bundan öncə, 16 il bundan öncə nəyə yaşamısınız, nələri təqribən yadınıza düşərsə, onun oxşar, ona bənzərini yaşaya bilərsiniz. Amma yaxşıya doğru. Sonra ikizlər bürcü üçün nə çıxır? Kimsə evdən köçə bilər, kimsə evdən gedə bilər. Bacı ola bilər, qardaş, oğul, nəvə, həyat yoldaşı. Amma yəni yeni bir işə gedə bilərlər, yeni işə çağıra bilərlər, məkan dəyişilə bilər və yaxud özünüz məkan dəyişə bilərsiniz, təmirlə əlaqədar və yaxud hansısa bir xoş xəbərlə əlaqədar. 12 mayda da burada artıq sizdə 3 plus 3 minus, yəni 12-sindən 3 gün öncə, 12-sindən 3 gün sonra da burada məsəl üçün sizin üçün yeniliklər ola bilər. Xüsusən də nə? İş haqqında. Tələbə ola bilər, tələbəniz olsun və yaxud sizə deyə bilər iş saatını artıq edəcəklər, amma məbləğ artırılacaq və yaxud vəzifə artımı ola bilər. Ümumiyyətcə 3 il ərzində sizin də həyatınızda dəyişikliklər olacaq. 3 il ərzində. Yəni burada 3 ilin içində sizin üçün dəyişikliklər olmalıdır, 3 illik. Yəni bu may ayını nələr yaşayırsınız iyun ayının 7-sinə qədər burada sizin üçün demək ki 3 illik balansdır. 3 il ərzində o dəyişiklikləri görəcəksiniz. Hə, mən məsəl üçün 2025-ci ildə bu dəyişiklik olub və bu 3 ildir mən bu rahatçılıqla yaşayıram. İkizlər bürcünə yeni finans, yeni pasport, yeni ev, məkan da ola bilər. Bəzi ikizlər bürcünə kimsə ev hədiyyə belə edə bilər və yaxud uzun zamanda ev alaram, maşın alacağam və yaxud sizin üçün məkanı təmir edəcəm, məkanı düzəldəcəm kimi deyən insanlar, hansısa işinizi düzəcəm, qoşacam, quracam deyən insanlar artıq bunu edəcəklər, edə bilərlər. Mən hər birinizə dəyərli ikizlər bürcü sizə şans, uğur arzu edirəm. Qəlbinizin səsinizə qulaq asın. Biraz da təbii ki zəkanı da istifadə etmək lazımdır, amma hər bir şey gözəl olsun. Mən bunu arzu edirəm sizə və ümid edirəm ki hər şey də çox gözəl olacaq. İkizlər bürcləri, dəyərli ikizlər bürclərim, efiri like etməyi unutmayın, takip etməyi unutmayın. Bəyəndinizsə videomu və fikrinizi, təklifinizi yazın. Mən sevə-sevə oxuyub sizə cavab verərəm. Sağ olun, sağlıqla qalın, dəyərli ikizlər bürcü.